Bəli, xoş gördük, məsələlə tanış olmaq. Özünüzü təqdim edin. Siz də Mən Veysel İlhamə, Vaqif qızı 216 nömrəli məktəbdə 96-cı ildə, 1996-cı ildə bu məktəbdə həm müəllim vəzifəsindən 2013-cü ildə isə direktor müavini vəzifəsində çalışıram. Mən də rus dili müəlliməsiyim. sizcə müəllim olub dərsi başa salmaq asandır, yoxsa şagird olub başa düşmək? Həm müəllim də çalışmalıdır ki, şagirdi başa salsın, şagird də başa düşəndə hər bir şagirdi uğuru müəllimin də fəxridir. Həyatınızda elə bir an olubmu ki, bu peşəni seçdiyiniz üçün az da olsa heyifləmərsiniz? Xeyr, heç vaxt, heç vaxt. 34 ildir bu peşədəyəm, heç vaxtda heyflənməmişəm və öz şagirdlərimə də həmişə arzulayıram ki, müəllim peşəsini gəlməsinlər. Təşəkkür ederim. Çox sağ olun, çox sağ olun. Mən 216 nömrəli məktəbi, İqtidai sinif müəllimi Zeynalova Zoya. Müəllimlikdə aid olduğunuzda bu peşəni seçmənizin səbəbi nədir? Mən müəllim olmaq mənim ən uşaq vaxtından, ən kiçik sizin kimi şagird olanda öz müəllimləri, öz peşələrini mənə o qədər sevdirmişlər ki, mən də böyüyəndə onlar kimi müəllim olub, onların sənətini, peşəsini davam etdirməyi nəzərə aldım, nəzərə tutdum və böyüyəndə ali məktəbə daxil oldum və mənim bugünkü günə kimi ən böyük həyatda beləcə uğuru, ən böyük arzum Azərbaycanın fidan balalarına elmi biliyi öyrətmək. İstəyirəm ki, bizim gənc nəslimiz böyüyəndə vətənimiz üçün gərəkli, vətənimiz üçün faydalı, vətənimizin inkişafı üçün xidmət edən vətəndaşlar kimi böyüsünlər. Və bu mənim həyatda ən böyük arzum, ən böyük amalım. İki ben sinifinin müdürüyəm. Onlar özünüzü təqdim edəsiniz. Salam, mən 216 nömrəli Sanatlı məktəbinin musiqi müəllimi Filmon və Sahib. Müəllim olmaq böyle seçiliriz. Bəli, bəli, seçimimdir. Bu seçimlərdə hazırsınız mı? Seçim çox vardır. Saxları sevirəm, amma sevdiğim üçün də mən onu tanışdım. Sağ olun, teşekkür ederim. Sizin sağ olun. Sadece sevdiğim için mən çox məmnun oldum. Təşəkkür edirəm. Allah, mən fikirlərim var. Onlar üçün mən yazanım. Bəli, buyurun. Kitabxanada neçə kitab var? Bizim kitabxanamızda 25 milyon artıq kitab var. Oxuduğun kitabın maraq olanlar üçün nə edirsiniz? Biz oxucularımız üçün tədbirlər təşkil edirik, kitab sərgiləri edirik və təzə məktəbə gəlmiş birinci sinif, ikinci sinif şagirdlərini kitabxana üçün dəvət edirik, onları kitabxanadan tanış edirik. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm qızım. Salam, mən Kübeynin müxtəri. Adı Fidan Məhmədova. Ona sizdən müsaadə alın. Buyur qızım. Özünüzü təqdim edin. Mən Əliyev Xədicə, 216 nömrəli məktəbin kitabxanaçısı. Necə oldu ki, bu peşəni sevdiniz? Deməli, dövlət imtahanı verən zaman fakültə seçimində mənə daha yaxın olan fakültələri seçdim və elə oldu ki, qismət elə gətirdi ki, qızım, mən fakültəyə qəbul oldum və ondan sonra da sənətimi seçməyə başladım. Neçə oxucu kütləniz var? Qızım qeyd edim ki, bizim məktəbin çox fəal aktiv oxucu kütləsi var. Şagirdlərimizin kitabı olan marağı yüksək dərəcədədir və 700-800 arası bizim oxucu kütləmiz var, aktiv oxucu kütləmiz. Ümumilikdə isə 1000-ə yaxın oxucu kütləmiz var. Təşəkkür ederim. Çox sağ ol qızım. Mən iki bəyənli müxbiri Məmmədiyyə Nuray. Zəhmət olmasa özünüzü təqdim edin. Aferin Nuray sənə. Mən İsrail'ə ana müəlliməsi. Müəllim olmaq çox çətin deyildi. Əlbəttə hər peşənin çətinlikləri var. Müəllim olmağın da çətin tərəfləri də var. Amma hər kəs öz peşəsini sevsə, heç bir iş ona çətin gəlməz. Heç şagirdlərinizə əsəbləşirsiniz. Arada olur. Özlərini yaxşı aparmayanlar, dərslərini yaxşı oxumayanlar əsəbləşir. Bu məsələyi niyə seçmisiniz? Bu məsələyi atam sevdirir mənə. Çünki atam da müəllim idi. Mən də onun yolunu davam etdirmək istədim. Çox sağ ol. Mən də sənə təşəkkür edirəm. Arzu öyrəndə doğrudan da müxbir olasan. Çünki çox gözəl suallar verirsən. Sən də sağ ol. Kübəyə sevginin müxbiri Quliyova Səfinə var. Biz sizdən kitabı almaq istəyirik. Özünüzü təqdim edin. Mən İqtidai sinif müəllimi Xəlilova Əfsanə. Necə oldu ki, bu peşəyə gəlmisiniz? Ümumiyyətlə mən uşaqları çox sevdiyim üçün, həm də müəllimlik peşəsini çox sevdiyim üçün bu peşəyə gəlmişəm. Qarşılaşdığınız problemlərdən necə çıxış yolu tapırsınız? Ümumiyyətlə hər hansı bir problemlə qarşılaşanda tələsik qərar vermək olmaz. Məntiqli bir həll yolu taparaq sonra problemi həll etmək olur. Biz sizə təşəkkür edirik. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Özünüzü təqdim edin. Salam. Mən isə 3 hasilli sinif rəhbəri Babay Baxramov Əhram qızı. Azərbaycan tərzində hansı ölkələrsiniz? Azərbaycandan Bakıdan. Sırf Bakı şəhərinin özündə. Necə oldu ki, peşəni seçdiniz? Kiçik məktəbləri çox sevdiyimdən dolayı məktəbi yaşında əvvəl özüm müəllim olacağıma söz vermişdim və müəllimin peşəsini davam etdirəcəyimi düşünürdüm və sonuna qədər də bu işin arxasında getdim. Təşəkkür edirəm. Çox sağ olun qızım. Mən sizə təşəkkür edirəm. Sağ olun. Üçü benim öpməni, o da Olar sizdən. Salam, xoş gördük. Əlbəttə ki, buyurun. Özünüzü təqdim edin. Mən Zəvadəsində işçisinin təhsil verməsi. Necə oldu ki, bu peşəni seçdiniz? Peşəni seçdim. Burada təhsillidir. Mənim atam şəhiddir. Bunun atamın mənim peşəsi olubdur. Atam da hər zaman arzulayır ki, onun övladı öz anasının peşəsini davam etdirsin. Çok teşekkür ederim. Mən təşəkkür edirəm. Çox sağ ol. İnşallah sənin gələcəkdə bu peşəndə necə ki, mənim öz arzuma çatdığını qurtarmaq üçün gerçəkləşdirib sən mən arzu edirəm ki, sən öz bir peşəndə, böyüyəndə bu peşəni davam etdirəsən. Təşəkkür edirəm. Mən Kübeynin müxbiri Əndabədir Ağuz. Özü təqdim edin. Salam, mən də 216 sayıqdan orta məktəbiyim. İqtidai sinif müəllimesi Əsgərabad kökənli. Sizin sinif rəhbəriniz. Bəli, biz sizi çox üzgünüz. Həyatımın uşaqlıq illərinə qayıdıram. Hər gün sizinlə işləmək mənə fərəh verir. Bu hissi yaşamaq hər bir müəllim üçün şərəfidir. Mən həftə sonu gələndə əksinə sizlər üçün qayıdıram. Sizin bu şən, şıbraq səsləriniz mənə ruh verir. Mən sizin üçün çoxlu dərslər və saatlər tezlər hazırlayıram. Hər onları hazırladıqca sevinirəm ki, onların hər birində mənim zəhmətim var. Sizin bilimini savadlanmanız üçün mən çalışıram ki, siz daha çox biliyə nail olasınız. Ona görə mən bunların hamısını sevə-sevə hazırlayıram. Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Siz mənim sevimli şagirdlərimsiniz. Sizə deməli ki, bircə tövsiyəm var. Hansı işi tutursunuz, hansı məsələyi seçirsiniz, seçin. Bu işi layiqincə yerinə yetirin.